Salam, hörmətli tamaşaçılar, efirdə xəbərlər informasiya proqramıdır. Xəbərlərlə sizi mən Turac İbrahimova tanış edəcəm. İraq Gürcü Arzu Partiyasına rəhbərlik edəcək hakim. Partiyanın qurultayının nümayəndələri yekdilliklə İraqli Qobaxidzeni partiyanın sədri seçiblər. Qobaxidze bununla ikinci dəfə partiyanın sədri seçilib. Gürcü Arzu Partiyasının 9-cu qurultayı sədr seçmələri ilə başlayıb. Konqresə dəstək məqsədi ilə Gürcü Arzu Siyasi Şurasının yenilənmiş tərkibi də təqdim olunub. Gürcü Arzu Partiyasının sədri vəzifəsi İraqli Qaribaşvili partiyadan və siyasətdən getmək qərarına gəldikdən sonra boş qalıb. Qaribaşvili müvafiq açıqlamanı aprelin 25-də verib. Marneuli Bələdiyyəsində Gənclər Şurasının təşəbbüsü və təşkilatçılığı ilə zəka saatı ümumi təhsil müsabiqəsi keçiriləcək. Müsabiqənin məqsədi yeniyetmələr arasında bilikləri dərinləşdirmək və komandada işləmək bacarıqlarını inkişaf etdirməkdir. İştirakçılar 14-18 yaş arası yeniyetmələrdir. Yarış mayın 17-sində saat 13:00-da Marneulinin mərkəzi stadionunun zallarının birində keçiriləcək. Qalib tematik mükafat və sertifikatla təltif olunacaq. Dünya bazarında yanacağın bir bareli nə qədərdir? Yanacağın qiymətindəki dəyişiklik Gürcüstan bazarına nə kimi təsir edib? Təfərrüatlar bizim materialda. Gürcüstanın pərakəndə yanacaq satışı şəbəkəsində yanacağın qiyməti ucuzlaşıb. Neft Məhsulları İdxalçıları İttifaqı bu barədə rəsmi saytında məlumat yayıb. Açıqlamada bildirilir ki, yanacağın bütün növləri üzrə qiymətlər orta hesabla 2-5 tetri azalıb. Hazırki məlumata əsasən yanacağın orta qiyməti 1,90 tetri ilə 2,20 tetri arası cərəyan edir. Müsahiblərimizin əksəriyyəti yanacağın ucuzlaşmasını müsbət qiymətləndirir. Vətəndaşlar bu ucuzlaşma ilə yanaşı məhsulların da qiymətlərinin enəcəyinə ümid edirlər. 2,40 ilə tökürəm, nə bilim mən, yensə yenə yaxşıdır. Əvvəllər neçə idi? Əvvəllər 2,60, 2,80. Bax, bu benzinin aşağı enməsi, qiymətin aşağı enməsi başqa şeylərə də təsir eləyərmi sizcə? Yəqin ki, eləyər, mən ay qadam edir. Maşınla istifadə edirik, ayrı maşınlarımız da var, onunla böyük maşınlarla, onunla da istifadə edirik. Ona xeyirdir. Bizimizdə xeyirdir, də nə olsun. Yəni, ərzaqın qiymətinin enməsinə təsir eləyərmi? Eləməlidir mənə. Ərzaq çox bahadır. Çox bahadır. Qabaqdan deyirlər, benzin bahadır. Dollar bahadır. İndi dollar enir, ərzaq gən enmir. Bir balaca yenifdir. 15-20 qəpi yenifdir. Nə dərəcədə yaxşıdır sizdən ötürü? Yaxşıdır, pisdir. Koneşnə ensə daha yaxşı olar. Lap aşağı insən. Gürcüstanda son neçə gündür enibdir qiymətlər benzinin? Vallahi bilmirəm dostlarım mənim. Enib biraz enibdir. Var iləm elə bir şey hiss edirsiniz? Düşüb biraz. Çox mu enib? Az düşüb 500 qəpik bilmirsən. 3 tetri Yanacağın qiyməti 20 tetri enib. Hər növ yanacaqda, benzində və dizeldə qiymət enişi var. Təxminən 2 həftə əvvəl 10 tetri enmişdi, indi də 10 tetri endi. Nəticədə 20 tetri ucuzlaşıb. Bu da insanlara sərfəli olar. 20 tetri az deyil. Ümid edirik bu ucuzlaşma ərzaq məhsullarına da təsir edəcək. Onların qiyməti də enəcək. Hazırda dünya birjasında neftin bir barelinin qiyməti 77-80 dollar arasında dəyişir ki, bu da əvvəlki ayın göstəricilərindən 7% azdır. Marneuli bir həftə ərzində dünyanın müxtəlif ölkələrindən olan rejissorları qəbul edəcək. Sənətkarların Marneuliyə gəlmə səbəbini reportajımızdan öyrənin. Mədəniyyət Mərkəzi ilə Kaukasus Sinema kino platforması arasında əməkdaşlıq haqqında memorandum əsasında Tamariz kəndi beynəlxalq kino sənətinin mərkəzinə çevriləcək. Bir həftə ərzində kənddə 30-a qədər həm dəvət olunmuş, həm də yerli rejissor, həmçinin kino operator çalışacaq.
Filmin yaradıcıları məkanda Marneulinin beynəlxalq mədəniyyətini və adət-ənənələrini araşdıracaqlar. Hazırda Alman kolonistləri tərəfindən tikilmiş unikal şərab zirzəmisində çəkilişlər aparılır. Layihədə iştirak edən kino rejissorlar Tamarisdə yaşayarkən həm bədii, həm də sənədli janrda yeni filmlərin yaradılması üzərində çalışacaqlar. Qafqaz kinosunun əsas ideyası əla rejissorları Gürcüstana gətirməkdir ki, onlar Gürcüstanın bölgələrində çalışıb öz mədəniyyətlərini nümayiş etdirə bilsinlər. Bu proqramın unikallığı ondan ibarətdir ki, o tamamilə pulsuzdur. Biz tam müstəqilik, donorumuz yoxdur və buna görə də hamısı könüllü işdir. Filmlərin çəkilişinə bir həftədən artıq vaxt lazım deyil. Gürcüstanda ümumilikdə 15 film çəkirik. Layihə Gürcüstanın bütün bölgələrində 5 həftə davam edir. Biz dünyanın hər yerindən 15, Gürcüstan, Azərbaycan, Ermənistandan isə 15 rejissor dəvət edirik və onlar 5 həftə ərzində birgə işləyirlər. Sonra işimiz belə görünür. Qruplara bölünüb birlikdə çəkiliş apardığımız kəndə gedirik və bazar günü işimizi yerli tamaşaçılara təqdim edirik ki, bu da həmişə ən əyləncəli hissdir. Kimsə bizi dəvət edəndə də və ya bəzən ailənin sadəcə olaraq bizim üçün əlavə evi və ya əlavə otağı olanda biz həmişə çəkiliş apardığımız kənddə qalırıq. Biz kino rejissorları dəvət edirik, amma həm operator, həm də rejissor kimi aktyorluq sahəsində də ixtisaslaşmış insanları da dəvət edirik. Demək olar ki, həm film üçün orijinal kompozisiyaları olan insanlar tapdıq. Buna görə də bura hamının bir araya gəldiyi əla bir qarışıqlıqdır. Mən New Yorkdan olan Amerikalı kino aktyor və rejissoram. Mən 10 ildən artıqdır ki, New Yorkda peşəkar şəkildə işləyirəm. Biliklərimi bölüşmək və bu istiqamətdə ilk addımlarını atan insanların özünə inam qazanmasına kömək etmək üçün Qafqaz sinemada aktyorluq seminarları keçirəm. Dünyanın hər yerindən fərqli mədəniyyətlərə, fərqli dillərə, fərqli həyat tərzinə malik insanların bir araya gəldiyini görmək gözəl təcrübədir. Biz bu multikulturalizmi ələ keçirən hekayələri birlikdə izah etmək üçün bir yol tapırıq. Burada peşəkarlıq səviyyəsi heyrətamizdir. Mən əvvəldən bu proqramda iştirak etmişəm. Bir çox insanlar bu 5 həftə ərzində 4 illik kino məktəblərindən daha çox burada öyrəndiklərini söyləyirlər. Yekunda filmlər beynəlxalq və Tbilisi kino festivallarında tamaşaçılara təqdim olunacaq. Layihə beynəlxalq kino əlaqələrini və yerli yaradıcılığa marağı dərinləşdirmək məqsədi daşıyır. Tamaris kəndi bir həftə ərzində yaradıcı, mədəni və müasir kino sənətinin əsas məkanına çevriləcək. Qərbi Asiyada vəziyyət kəskin şəkildə gərginləşib, belə ki, bir neçə obyektdə hava və raket zərbələri endirib. Hindistan əməliyyatın Kəşmirdə fəaliyyət göstərən terror qruplaşmalarını məhv etmək məqsədi daşıdığını bildirib. Dehli isə deyir ki, bu aprelin 22-sində 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavabdır. Pakistan 5 Hindistan təyyarəsini vurduğunu iddia etsə də, müstəqil mənbələr yalnız 3-ünü təsdiqləyib. Artıq mübahisəli Kəşmir bölgəsində güclü atışma davam edir. Hindistan tərəfdə 7 dinc sakin həlak olub. Və salam, hörmətli tamaşaçılar, bu əlimdə olan son məlumat idi. Sabah eyni vaxtda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.